Ay xanım, hara gedirsən belə? Çərə gedirəm, çürə gedirəm. Sənə nə var hara gedirəm? Özümə dost axtarıram. Dost axtarırsan? Mən hazır. Animasiya hərəkətli bir bütövlük yaratmaq üçün əllə və ya rəqəmsal şəkildə bir araya gətirilən fiqurlar nəticəsində ortaya çıxan filmin bir növüdür. İllər əvvəl ölkəmizdə ağ-qara rəngli animasiyalar çəkilirdi. Uşaqların tərbiyəsində animasiya böyük rol oynadığını deyən rejissor Elçin Axundov Azərbaycanda animasiya filmlərinə yad münasibət göstərildiyini qeyd etdi. Artıq 6 ildir ki, beynəlxalq animasiya film festivalları keçirilir. Buna baxmayaraq ölkəmizdə animasiya filmlərinin hazırlanması üçün studiyaların sayı çox azdır. Lakin bu illəri inşallah birazdan 1-2 aya animasiya kursları açılacaq, cavan rəssamları, aktyorları qəbul eləyəcək biz orada. Və ola bilsin ki, oyunun tam metrajlı, yəni 10 dəqiqəlik yox, saat yarımlıq filmlər çəkəcək və yaxud da silsilə filmək. Məsələ ondadır ki, animasiya filmlərin satışı bazarı. 5 dəqiqəlik, 10 dəqiqəlik filmlərin bazarı olmur. Onu gərək saat yarımlıq və yaxud silsilə filmlər çəkirsən ki, bazarda alasan, o pula yeni film çəkirsən və belə də animasiya filmlərinin çəkilişi inkişaf edəcək. Hazırda Mədəniyyət və İncəsənət Universitetində animasiya rejissorluğu ixtisası magistr pilləsində tədris edilir. Burada tələbələrə animasiyanın ilkin bilikləri və dramaturgiya ilə bağlı təlimlər keçirilir. Biz dərs deyirik tələbələrə çəkiliş qrammatikasından. Nə üçün çəkiliş qrammatikasından? Çünki baxmayaraq ki, kompüterdə hər şey baş verir müasir devrimizdə, yəni müasir texnologiyalar belədir ki, kompüterdə, amma orada da personajların hardan hara hərəkət eləməyi, montaj qaydalarına, əsasında komfortlu montaj qaydalarına uyğun davranışları, bunların canlandırılması və s. və ilaxır. Yəni bax bu sahədə artıq tələbələrə əsaslı şəkildə dərslər keçilir. Rejissor Yusif Quliyev həmçinin animasiyanın çəkiliş sxemi haqqında danışdı. Və həmçində tələbələrə ilk növbədə kompozisiya dərsləri keçilir. Bu mütləqdir. Nəyə görə? Çünki hər bir şey kompozisiya ilə bağlıdır və ona görə də bu çəkiliş sxemləri biz deyəndə həmçinin işıq, kölgə, kameraların mövqeləri, yəni o çəkiliş sxemi məhz bundan ötürüdür. Yəni biz onu nəzərdə tuturuq ki, rejissor bunları bilməlidir və nəyə bu xidmət eləyir? Bir kameralı çəkiliş sistemi və yaxud da kompüter animasiyasında bir kameranın mövqeyi nəzərdə tutulur və yaxud da çox kameralı. Yəni bax bunlar mütləq və mütləq çəkiliş sxemləri dediyimiz dərslərdə, yəni çəkiliş qrammatikasında mütləq və mütləq izah olunur. Animasiya ssenari üzrə hazırlandıqdan sonra onu rəngləmək və hərəkətə gətirmək lazımdır. Universitetdə bu ixtisası tədris edən Anar Verziyev bildirdi ki, işıq, rəng, kölgə və stil animasiyanın əsas hissələridir. Birincisi, storyboard hazırlanmalıdır. Filmin 2D-də necə görsənməlidir, onu siz görmüsünüz bayaqdan. Ondan sonra növbəti addım eskizlərə, konsept artlara uyğun olaraq 3D model hazırlanır. Hansı bir karakterin 3D modeli. 3D model hazırlandıqdan sonra 2 dənə proses paralel gedir. Onun skeleti qurulması və onun rənglənməsi. O proseslər bitdikdən sonra, əsas da skeletin qurulduqdan sonra, çünki biz skeleti, sümüyü tutub hərəkət elətdiririk personajımıza. Ondan sonra iş başlayır, animatorların işi başlayır. Biz də burada görə biləcəyiniz kimi rəngli kontrollar var. Bunlardan tutaraq hərəkətləndiririk personajımızı. Birinci semestrdə stop motion deyilən üsuldan istifadə edərək sadəcə bu peşəkar deyildi, həvəskar olaraq, yəni təhsil aldığım dönəmdə həvəskar olaraq stop motion üsulu ilə bir dəqiqəlik bir animasiya hazırlamışdıq ki, semestr imtahanında onu təqdim etmişdik. Onda qeyd edək ki, 2024-2025-ci tədris ilində Mədəniyyət və İncəsənət Universitetində animasiya rejissorluğu ixtisası bakalavr səviyyəsində də tədris olunacaq.